Irak yakınlardan şuşa Rabiul Avval ayında çakırularımızı kabul edip kilgen, din mübinde bulgan aziz kardeşlerim, tuganlarım, milletteşlerim, vatandaşlarım, sizni barchalarınızı yüz isimimden hem bizning cemaatimiz isiminden selamlayman. İslam dinimizning tahiyyat selamları bilen, qaysi muhabbat bilen, hurmat bilen to'la. Assalomu alaykum ve rahmetullahi ve barakatuhu. Allah Rabbimizning bitmas rahmatlari, cheksiz barakatlari dünya ahiret yurtundagi salami barchalaringizga erishsin. Xush keldingiz, safalar ketirdingiz. Bu meclis bizga Alloh taolo nurin, rahmatin, muhabbatin ham barakatin indirsin. Ma'lum bo'lgancha yashab turgan ayimiz Rabiul Avval ayı. Rabiul Avval ul tertib bo'yicha sanasak, birinchi ayimiz Muharram ayı, ikinchi ayimiz Safar ayimiz bor, uchinchi ayimiz Rabiul Avval ayı. Bu ayda suyukli Peygamberimizning dunyoga kelgan ayidir. Chunki 571-yilni Jaziratul Arab'da, Arabiski poluostrov'tanın g'arb tarafında na zapadi qizib turgan Qom sahralari arasında suyukli Peygamberimiz dunyoga keldi. 571-yil Rabiul Avval ayı dushanba tong oldinda. Suyukli Peygamberimizning dunyoga kelib aziz kardeşlerim, Peygamberimizning bizga jibarilivi Allah'ның zo'r ne'mati, zo'r rahmati. Allah Rabbul Izza kitabında ayta: "Ve laqad mannallohu alal mu'minina iz ba'atha fihim rasulan min anfusihim." Dürüstlükte Allah Teala imanlı bendelerge minnet kıldı, nimet kıldı, izgilik kıldı. Kaçan alar arasından alar için Rasul ilçe peygamber jiberdi. Yatlu aleyhim ayatihi, kaysi ukir anın ayetlerin ve yuzekkihim, hemalarını paklar. Ve yuallimuhumul kitabe vel hikme, hem öğretir alarını ilahi kitapka hem hikmetke. Ve inkanu min qablu lefi dalalin mubin, halbuki alar mundan elek açıktan açık adaşuda bulsalardı. Suyukli Peygamberimiz Aleyhissalatu vesselam hakkında Rabbimiz ayta: "Ve ma arsalnake illa rahmeten lil alamin." Ey Habibim, dostu Muhammed Aleyhisselam, biz seni barcha alamlarga rahmat etib jiberdik. Suyukli Peygamberimiz Aleyhissalatu vesselam rahmat hem muhabbat peygamberi. Şunun için bütün ümmetimiz bu ayını Allah'a şükür eteler. Ya Rabbi sana şükürler bulsun, sen bizge Peygamber Aleyhisselam'ını birdin. Ya Rabbi sana şükürler bulsun, sen bizni Muhammed Aleyhisselam'ın ümmetinden kıldın. Bu ayını biz muhabbetimizni köçeytemiz, muhabbetimizni yanırtamız Peygamberimizge. Bu ayını anın nindi peygamberlik üzençilikleri var. Hem ana karata bizning nindi burçlarımız var, şunu biz isket düşüremiz. Hem Rabbimiz Allah Peygamberimiz hakkında ayta: "Muhammedun Resulullah." Muhammed ul Allah'ın Resulüdür, Allah'ın ilçisidir. Hem Muhammed Aleyhisselam songu peygamber, anardan son peygamber kilmez. Mine Timur Ali Hazretleri Hazır Ahzab suresinin 40. ayetlerini okudu. Şunda Rabbimiz ayta: "Muhammed Aleyhisselam bir atağızının, bir irigizinin datası bulmadı, lakin ul Allah'ın Resulü hem songu peygamber. Andan son peygamber kilmez." Hem Muhammed Aleyhisselam'ga qarata bizning burchimiz, biz ul ketirgan narsani kabul etamiz, tiygandan tiyamiz, ana itaat qilamiz. Hem ana güzel, matur, örnek etip bizge kabul etamiz. Allah Rabbul İzzete: "Ve laqad kana lekum fi Rasulillahi uswatun hasana." Dürüstlükte Allah'ın Resulü ilçisi Muhammed Aleyhisselam'da sizin için kürkem örnek var. İyezle vas poslaniki Allah'a прекрасный пример. En birinci nerse, i'tiqadda, akidada, iman meselelerinde biz Peygamberimizin örnek alabız. İkinci edep ahlakta, edep yagından, ahlak yagından Peygamberimiz kamil insan idi, совершенный человек. Rabbimiz Peygamberimizin ahlakın makti Kur'an'da. Hem ayta: "Ve inneke le'ale hulukin azim." Dürüstlükte sen kürkem ahlak iyasisin. Ve isun te являешь обладателем великого нрава. Suyuklu Peygamberimiz neslete: "İnnema bu'ithu liutammimu mekarimel ahlak." Kürkem ahlakını kamilleştirir için, tögeller için, tamamlar için, tutarır için ciberildim. Yani способом, чтобы усовершенствовать человеческое благонравие. Akkayan Peygamberimiz andı edep terbiye aldı. İmam Suyuti Hazretleri Cami-ü Sagir kitabında Suyuklu Peygamberimizin hadis-i şerifini rivayet edip bu sır hikmetini açıklıyor. Peygamberimiz Aleyhisselam'ta: "Eddebeni Rabbi fe ahsene ta'dibi." Meni Rabbim Allah terbiyeledi. Ni kürkem terbiye. Меня воспитал мой Господь, и как прекрасно мое воспитание. Yani Peygamberimiz Aleyhisselam ilahi terbiye aldı, божественное воспитание получил.
Hem Ayşe anamızdan kaçan soradılar Peygamberimizin nindi ahlakı idi. Какой nrav был proroka? O şlay açıklap aytdı. Ve kana hulukuhu sallallahu aleyhi ve sellem el-Kur'an. Anın ahlakı Kur'an idi. Его nravın был Kur'an. Hem ibadette Peygamberimiz niçik Rabbimizga ibadet eteydi. Ve sallu kema ra'aytumuni usalli. Namaz okuyuşla niçik meni okuganımını kürdünüz. Huzu anni manasikakum. Hac ibadetlerin mindən kabul etiniz. Принимайте обряды хаджа, берите обряды хаджа у меня, de Peygamberimiz aytdı. Hem de şlayık muamelat, взаимоотношения. Peygamberimiz baladaydı, yaş üsmirdeydi, yigitdeydi, ülengendeydi, irdeydi, babadaydı. Hem kötü hem devletin başlığı da buldu. Peygamberimizin ömrü bizim için hayatı, Allah'ın bir nimeti, yani hikmet, sir, ilim hazinesi. Allah Rabbul İzzet Peygamberimizin ömrü bilen Kur'an'da antite, la amruk senin ömrün bilen antitem, klinus твоей жизнью. Bu ayetka açıklama biri İbn Abbas radıyallahu anhum. Allah Rabbimiz bir peygamberinin de ömrü bilen, turmuşu bilen antitmedi. 25 peygamberinin ismi Kur'an'da zikredilir. Başka peygamberlerde hakkında malumat var. Lakin şular arasında Peygamberimiz Aleyhisselam'ın ömrü bilen yine Allah Teala antite. Peygamberimizin ömründe bütün sorularga cevap tabarga mümkün. Şunun için bu ayını biz anın ömrün, hayatın, turmuş yolunu öğrenirge tiyiş. Turmuşunun her yılın, her ayın, her atnasın, her günün, tünün, saatın, minutun, mizgiline kadar. Bu Allah'ın rahmeti. Hem bu ayını biz Peygamberimizge ettik, mehabbetimizni arttırabız. Peygamberimizge salavatlar kübeytemiz. Salavatlar hakkında Allah Rabbul İzzet'e İnnallâhe ve melâiketehu yusallûne alen nebî. Ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimu teslimi. Dürüstlükte Allah-u Teala hemanın firişteleri salavat eteler Muhammed Aleyhisselam'ge. Siz de iman getirgen bendeler. Ana salavat etiniz hem buysunub selamlayınız. İmam Şafii Hazretleri aytı. Mında Arap grammatikasına karasak, mında будущее время, yani mudari tügül madı. Madı var, mudari, прошедшее время, будущее, kilesi zaman. Demek bu nerse, bu fiil devamlı rəvişdə. Salavatlar devamlı. Salavatlar kesilmi, tuktalmı, hem yanırıp bara. То есть не прерывается, не прекращается, обновляется и повторяется. Hem Allah Teala kuşalarga kuşa. Hem Peygamberimizge salavat ol Peygamberimizini uluqlav. Hem Allah Teala çınnab tanı uluqladı. Ve rafa'na leke zikrak. Senin zikrini üstün kıldık. Niçe menlegen, milyonlagan meclitlerde azanlar aytılı. Hem Allah'ın ismi bilen Peygamberimizin ismi zikr etili. Hem Peygamberimizge bu ayını ümmetimiz kasidalar okuy. Mevlid ne bula? Mevlid Arap kelimesi. Ул туган урын hem zaman, место и время рождения. А истилахат как термин религиозный, İslam edebiyatında, в İslamской literatüre. Ул була Peygamberimizin tuganına her yıl bağışlanıp ütkərələ turgan mərasimlar. Kasidalar da yazaydılar. Peygamberimiz ul kasidalarını kabul eteydi. Mesela Hassan ibn Sabit, şairu Resulullah, личный poet prorok aleyhisselam. Andan Abdullah ibn Ravaha hazretleri. Andan Ka'b ibn Zuhayr hazretleri. Peygamberimizge şiirler okuydular, kasidalar. Peygamberimiz Ka'b ibn Zuhayr bir şiirini okugaç, üstünde bulgan çapanın salıp ana bülek etti. O hazır Topkapı'da saklandı. Anarga etele burada Ka'b ibn Zuhayr. Plaş Ka'b ibn Zuhayr'a kaysın Peygamberimiz Aleyhisselam bülek etti. Aziz kardeşlerim, şunun için bu nərsələrini kerek devam ettirdik. Biz şu maksat bilen inşallah sizni topladık. Bu ayını Peygamberimizin yakşığına tanıyık, mehabbetimizni küçeytiyik. Bunda konaklar var, tuganlarımız, kardeşlerimiz kilgeniz için rahmetlerimni bilgizem. Men lem yeşkurillah, selam yeşkurillah Teala. Kişilerin izgiliklerine şükür etmegen, Allah Teala'ya şükür etmegen bulur. Тот, кто не благодарит Аллаха за добро, не будет благодарен Аллаху. Bismillahirrahmanirrahim. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه
اللهم صل على سيدنا محمد سيد العرب والعجم وإمام المكة والمدينة المنورة والحرم وترجمان لسان السلف والكرم وعلم الإنسان ما لم يعلم أصله نور ونسله آدم بعثه مؤخر وخلقه مقدم اسمه الشريف مكتوب على اللوح المحفوظ بياقوت الجوهر والقلم جسمه الشريف مدفون في المدينة المنورة والحرم فطوبى ثم طوبى لمن رآه وتابعه ولمن أسلم منبع الشفاعة يوم الحشر والندم ومنبع الشفاعة للعاصين قائلا يا رب سلم يوم يا ليت اكتحلنا تراب تحت القدم يوم يقول أمتي أمتي وأمتاه يا ذا اللطف والكرم فينادي المنادي من قبل الرحمن الأرحم قبلت شفاعتك يا نبي المحترم ادخلوا الجنة لا خوف عليكم ولا حزن ولا ألم ثم رضي الله تعالى عن أبي بكر وعن عمر وعن عثمان وعن علي ذوي الكرام ثم رضي الله تعالى عن خادم شريعته الإمام الأعظم وصلى الله تعالى على جميع الأنبياء والمرسلين وعلى ملائكتك المقربين وعلى أهل طاعتك أجمعين من أهل السماوات والأرضين وارحمنا واحشرنا معهم برحمتك يا أرحم الراحمين. sallallahu aleyhi ve sellem'ne Medine bazarında bir Yahudi suqır, Yahudi daimi rövüşte su getirgan bola. Kim güne kelmesin yanında ol gel Muhammed falan, Muhammed degen dep anın turunda naşar söz ayta turgan bola. Resulullah sallallahu aleyhi ve sellem bu turda işti bola. Ham indi temli rızıklar ezirlep şu kişini barıp aşata. Biz indi köpten kılıç tutup kaynarız indi anın murunda bulsak. Lakin ol şu temli rızıklar bilen barıp anı aşata özünün üfekli yumşak kolları bilen. Ham indi şulay aşatkan sayın tegi Yahudi haman sügünün devam ete. Sen bilesin şunda Muhammed degen kişi var. Özünü peygamber de beyte ol falan ol degen. Peygamber sallallahu aleyhi ve sellem özü turunda işitip anı aşatıp yalvaya bulturayındı. Tegi bit sokar көрмей. Bir vakit Peygamber sallallahu aleyhi ve sellem to'xtadi keluvdan. Bu soqir Yahudi bek yo'qsina endi. Qayam ekanligi tamlitib, aşatıp üfekli qo'llari bilan aşatgan kishi qaya ketgan ekan deb. Lakin qizg'anishga qarshi g'alamlarga jibarilmish payg'ambar sallallohu alayhi vasallam dunyoga qo'ygan bo'lgan. Vafot bo'lgan bo'lgan. Shon ko'ra kela olmadi. Lakin Abu Bakr radhiyallohu anhu qayg'irib jilab bergan Abu Bakr G'aysha anamızdan sarıda, G'aysha anamız payg'ambarimizning yaratgan xotini bo'lgan o vaqtda. Bulay dedi, ey qizim dedi, men endi payg'ambar sallallohu alayhi vasallamning bütün sunnatlarini o'tadim dedi. Lakin bormikan shunday sunnat men ko'rmay qolgan, men bilmay qolgan dedi. Bor dedi.
Rasul Akram aleyhissalatu vesselam bazarda bir soqır Yahudini aşataydı dedi. Abu Bakr radıyallahu anh şunda rizq әзірләп бара базарға һәм ашата башлый. Теге ашамый. Син ул кеше түгел диде. Қолы да аның кебек йомшак түгел ди. Исе дә андый түгел ди. Қолы бик йомшак, фәкле иде диде. Аннан тәмле ис килә иде диде. Абу Бакр радıyallahu anhu şunda başını çirip yılı başlay. Әйе, ул мин түгел ди. Мин аның сахабасы гына ди. Ләкин сине ашаткан кеше вафат булды диде. Кем соң ул ди? Шул кадәр мәрхәмәтле зат ди, мине ашатып биргән ди. Абу Бакр радıyallahu anh әйтә, Мухаммад саллаллаху алейхи ва саллям. Теге телсез кала. Ничек инде Мухаммад ди? Ул бит мин аны сүгеп җирдем ди. Теләсә нәрсә әйттем аның турында ди. Фәлән дигән, ул мине ашатып бирдеме ди. Әле үзенә дә сүкте мин аны ди. Мин ашаткан вакытта. Нинди икрам күрсәткән ул миңа ди. Бу шин мәгънәсендә пәйгамбәр дип әйтә дә, ла илаха илляллаһ Мухаммад Расулуллаһ сүзләрен әйтеп, дөнья куя бу яһуди. Менә аның әхлагы шундый булган. Без кай вакытта бер-беребезгә ачуланышып, бер-беребезгә авыр сүзләр әйтеп, вроде как мелочь инде бер караганда. Нушың аркада хәтта ике агалар гомере буе бер-берсе белән сөйләшмичә йөриләр. Амында яһуди безнең диннән бигрәк ерак, пәйгамбәребезне җаны тәне белән яратмаган кешене пәйгамбәребез үзенә ничек итеп мәхәббәт тудыра. Вәгазь белән түгел, фигыле белән, гамәле белән. Без дә үзебез гамәлебез белән кешеләрне дингә чакырырга тиеш. Күпме сөйләсәң дә үзең башка әшәкә гамәл кылып йөрисең икән, берсе дә синең артыңнан йөрми. Бу хайван инде барыбер дип әйтәләр дә китеп баралар. Шуңа күрә шуннан да Гайша анабызның әйткән сүзе дөрес булды. Кана хулқуху Qur'an. Аның хылқы Qur'an иде. Русча әйткәндә, он живой, ходячий Qur'an иде. Шуңа күрә Пәйгамбәр саллаллаху алейхи ва салламның гомере, тормышы безнең өчен тулысынча үрнәк булып тора. Пәйгамбәр саллаллаху алейхи ва салламның турында камарун дип әйтәләр иде. Ягъни тулган ай сыман матур булып, һәр караган кеше аны тулган ай сыман дип әйтә. Тулган ай сыман матур дип әйтәләр иде. Шуңа күрә аңа багышланган шундый бер мөнәҗәт язганнар гарәп телендә камарун дип. Камарун инде ул матур ай, тулган ай, пәйгамбәрбез турында. Абдрау Хазар бик сорады. Шуңа күрә бергәләп җырлыйбыз иншалла. Камарун, камарун, камарун сиднан наби, камарун ва jamil, ва jamil, ва jamil сиднан наби, ва jamil. Tulgan ay, tulgan ay, tulgan ay ol peygamber, tulgan ay ol matur, ol güzel, ol matur, ol peygamber, ol matur. وكف المصطفى كالورد ينادي الله الله وعطرها يبقى إذا مست أيادي الله الله وكف المصطفى كالورد ينادي الله الله وعطرها يبقى إذا مست أيادي الله الله وعم نوالها كل العباد وعم نوالها كل العباد وعم نوالها كل العباد حبيب الله يا خير البراء يا قمرون قمرون
قمر سيدنا النبي قمر وجميل 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 سيدنا النبي وجميل ولا ظل له بل كان نورا الله الله تنال الشمس منه والبدور الله الله ولا ظل له بل كان نورا الله الله تنال الشمس منه والبدور الله الله ولم يكن الهدى لولا ظهورا ولم يكن الهدى لولا ظهورا ولم يكن الهدى لولا ظهورا وكل الكون أنار بنور طه قمر 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 سيدنا النبي قمر وجميل 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 سيدنا النبي وجميل Tulgan ay ol peygamber tulgan ay olmatur ol güzel olmatur ol peygamber olmatur kamerun 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 sidna nabi kamerun وجميل 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 سيدنا النبي وجميل الله razı olsun. Mevlid ayı mübarek bat. Bismillahirrahmanirrahim. İşitip üstüm senin hakta 3 yaşlarımdan ve sıklanıp yaşım haman bar işlerine, göz aldında tutam senin hal hayatını, tıyıp yaşım көп vakitta жылы rahmetini, rahmetlerin, sünnetin ol, hem hadislerin, kengeşleşem senin bilen irten kişilerin, Mevlid ayı ciddiyse, orta şatlığım, Sokmağından bargan şakta şigine qartlığım, İhlası salavatımını kabul ite kur. Yeşiyirmim hadislerden, kengeşlerden bir, alarını men jetkirirmen uz milletime, arıp talmam, dağva kılıp senin ümmetine, barşa insan, isenlerge, barısın örnek, nasip bulsun cennetlerde özünü görmek. Bar peygamberlerden bizge sen kadirlerek. Resul Ekrem tuğan ayın bulsun mübarek. Rahmet Aslan iktibarınızga. Evvel Allah ismini zikredeyim, sonra başlap her işe kirişeyim. İş başında kimanı zikir iter, ol işin Allah'ına ansat iter. Allah ismini zikrelep iş başlamak, her kimge vacip diyiştir anlamak. Bulsa Allah ismi birle her işin, boşka gitmez işlegen her bir işin. Kiyle geçşini köngülden Allah dik, gözlerden yaşlar tügüp biz ah idik. Şulay itsek boş koymaz Allah bizni, rahmeti kin yarlıkar hemme bizni. Birdir Allah birligine şüphe yok, Söylegenler yalgışıp dünya tuluk.
Barışa galem yok şakta ul бар idi. Hem ezelden baydı jabbar idi. Kıdreti bilen ul barsın eyledi. Birligine barşa iqrar eyledi. Bu hususta köp sizge hiç haceti yok. Birdir Allah, birdir ul başkası yok. Ger şefaat lazim itse izlegiz. Ul Resulünün sünnetinden bizmegiz. Muhammed Mustafa sin i Resul. Kıl şefaat bizlerge yevmun nuzul. Muhammed Mustafa sin i Resul. Kıl şefaat bizlerge yevmun nuzul. Ey gazizler indi kildi söz başı. Tınlağız siz ağızıp göz yaşların. Bir vasiyet silemekşi bulamın. Ul vasiyet iş budur tutqılağın. Her kim onu tınlasa tutar ise, ul kişiden her zaman hoşbu ise, kılır Allah şul kişiге rahmetin, Mevlidin Nebinin kılsa hürmetin. Tınlağanlar hem tabır faziletin, o kısa nesil nisap şamailin. Ruhunu şad iteyek salat ile, Ehli beyti eshabler bilen birge. Ulu tuğan günlerini hürmet etken, tınlar şol kıssasını ihlas bilen. Muhammed Mustafa sin i Resul. Kıl şefaat bizlerge yevmun nuzul. Muhammed Mustafa sin i Resul. Kıl şefaat bizlerge yevmun nuzul. Emine Hatun Muhammed anası, ul sedeften tudu inci danası. Ul Muhammed dünyaga hürmet eder, vakit jitti kilmekke hayril beşer. İndi onun kilve buldu anık, köp galamet peyda buldu aldanuk. Ul Rabi'l evvel ayındaydı, 12. kişi düşenbeydi. Gördüm dedi ul Muhammed anası, bir gacep nurna kıyaşның yaktısı. Yalt itip çıktı iyimden şul zaman, köklerge tik nur bilen tuldu cihan. İndi anın kilve buldu anık, İndi kökten küferişte safi saf. Kağbe gibi kıldılar iyim tavaf. Kinetten işhur kızı peyda buldu, Qaydan kirgenlerin anlap bulmadı. İşisi de yanıma oturdular, Mustafa kile deyip gap kırdılar. Dediler oğlun kibik hürmetlini, ol Xuday hiçbir anaga birmedi. Bik ılık devlet iyesi bulasın, Xılqı kurkem bir oğul tudurasın. Bu oğul gilmiledün sultanıdır, Bu oğul tevhid irfan kanidir. Sıfatın şul revişe anlattılar, Mübarek nur bilen şatlandırdılar. Dedi Emine vakit jitti tamam, Kile indi dünyaga hayril enem. Resulullah bırakları, Kümüştendir tıyakları. İhlas bilen amel kıylın, Biz bu dünya konakları.
ихлас белән гамәл кыйлыйң, без бу дөнья кунаклары. Худайга гашык булганнар, зикердә булганнар алар, шулар белән булыр өчен зикер әйтик мөселманнар, шулар белән булыр өчен зикер әйтик мөселманнар. Шәфәгатен өмет итеп салаватлар әйтсәк иде, бер Ходаем кабул итеп моратларга җитсәк иде, бер Ходаем кабул итеп моратларга җитсәк иде. Туды Мәккә шәһәрендә Рәбигъул әүвәл айында, дүшәмбе көн 12-нче сәхәр вакыты иде таң алдында. Дүшәмбе көн 12-нче сәхәр вакыты иде таң алдында. Рәсүлулла туган чакта Сөннәтле күзе сөрмәле, ту белән сәҗдә кылды, яуды Аллага рәхмәте. Ту белән сәҗдә кылды, яуды Аллага рәхмәте. Рәсүлулла намазда ул, башындадыр аның тажы. Ümmeti ümmeti deyip ağadır gözünden yaşı. Ümmeti ümmeti deyip ağadır gözünden yaşı. İ jamalikin yüzü bedr menir, İ kamu düşenlere sindastagir, İ küngüller derdenin dermanısın, İ yaratılmışlarının sultanısın, İ Muhammed Mustafa seni Resul, kıl şefaat bizlerge yevmun nüzul. الصلاة والسلام عليك يا رسول الله. الصلاة والسلام عليك يا حبيب الله. الصلاة والسلام عليك يا نبي الله. الصلاة والسلام عليك يا خير خلق الله. الصلاة والسلام عليك يا سيد الأولين والآخرين وعلى آله وأصحابه أجمعين والحمد لله رب العالمين. إله من بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا ونبينا محمد وعلى آله وصحبه أجمعين. إلهي حبيب أكرم إن hürmetli, süyüklü ve Nabi muhtaram, hürmetlengen peygamber sallallahu aleyhi ve sellem məllud şərifi üçün bu məqamda, yani bu urunda ictimaimizi, cıyılışımızı mübarək eylə. Ve cümle ihvan din mübini, yani İslam dinində bütün imanlı qardaşlarımızı hər bələddə və hər qaryada, hər avul, şəhərdə, məmləkətdə, ildə bu kimi ictimailara muvaffaq buyurub, şunun şəkilli məclislərə uğuşlar birib, qalblərin, yürəklərin yak digərinə mərbut, bəyli, bağlı və mahbud, süyüklü, məhəbbətlə ilə. Və bu ictimaimizga, bu cıyılışımızga səbəb olğan kimsələrini dünyevi və uxravi məqsudlarına, dünyada həm axirətdə bulğan məqsudlarına vasıl qılıb irişdirib, dünyada hər umurların, yəni hər işlərin asan, cingil eylə. Və qiyamət günündə ol Rasulullah sallallahu aleyhi və səlləm həzrətlərinin şəfaatın hər qayımızga nəsib ölüşlü eylə.
Və bu məclisdə oxuduğumuz Qur'an-ı Kərim və salavat-ı şərifələrinin savabın biz aciz, gücsüz qulların din, ul əfxar kainat və məxfər mövcudat, Peyğəmbərimiz Muhammedunil Mustafa aleyhi əkməlü təhiyyət həzrətlərinin ruhuna vasıl qılıb irişdirib, şəfaatın bizlərə müyəssər cingil eylə. Və cümlə əhl beytini və əli və ashabını, üy əhəllərin, xatın bağların, unuqaların və ashabın, sahabaların və uləmə-i kiram, hörmətli alimlarımızını və müctəhidin izam ulu ictihad əhəlləri bulgan müctəhid alimların, həzrətlərin bizlərdən xujnud edib, ruh bərfutuhlarına ihda ilə bülək edib irişdir. Və bu məclisdə hazır bulgan cümlə ixvan müminlərinin, imanlı qardaşlarımızın, əbə və əcdadlarının, ətiyəni əbivalarının, ərvahlarına, ruhlarına vasıl ilə irişdir. Və kiləcək zamanlarımızda təkrar, qabat və bu kimi xayrman, şunun şəkilli izgi, xayrlı məclislərdə ictimaimizi, ciyilişimizni nəsib, ölüşlü və müyəssər cingil eylə. Və cümlə bizgə kürkəm xuluq və husn ibadətkə muvaffiqiyyət, vücudlarımızda rahat və məişətimizdə istiqamat və lisanlarımızda, tellərimizdə sadaqat və qaliblərimizdə salah, düzük, ihsan eylə. Ya Rabbi, bələ və qazadin və düşman şirindin cümlə bizni imin eyləb. Və axır dəmdə imanımızı yoldaş qılıb, son sözümüzü La ilahə illallah, Muhammed Rasulullah keliməsi ilə husn xatimələr cümlə bizgə nəsib eylə. Əl-Fatiha, hər qayımız Fatiha surəsinin 3 İxlas surəsi oxub, söykülü Peyğəmbərimizə həm şuşa duada zikr etkən ərvahların ruhlarına bağışlıyız. Euzubillahimineşşeytanirracim. Allah Teala kabul etsin. Əldə məclisi biz devam etdik. Hazır biz qonaqlarını, ulu yaşdagiləri bizni hazır namaz oxuyubuz. Vakit kirdi də.